Hazırda biz hazırlıq işləri görürük. Proyektin davamı kimi burada texniki tədqiqatlar aparılır. Çünki bu çox vacib bir tarixi obyektdir və hamı bildiyi kimi balaca bir malilik də var. Ona görə hər hansı bir bərpa işləri başlamadan əvvəl biz gərək buradakı bütün quruntuların vəziyyətini öyrənək ki, daha dəqiq planlarımızı qura bilək. Gələn həftədən bura materiallar gətirilib yerləşdiriləcək. Bərpaçılar da burada işlərini görəcəklər. Mühəndis geoloji quyuların qazılması nəticəsində zədələnmiş və zədələnməmiş torpaq nümunələri götürülərək laboratoriya sınaqlarından keçiriləcək. Nəticədə yeraltı suların səviyyəsi və xüsusiyyətləri müəyyənləşdiriləcək. Bu səhər işlərə başlamışıq. Artıq Naxçıvanın geoloji xəritəsini nəzərdən keçirmişik. Burada hansı çöküntülərin olacağını öyrənmişik. Yamaca enmişik və orada çöküntüləri müşahidə etmişik. Dərin quyu ölçmüşük ki, indi suyun səviyyəsini müəyyən edək. Naxçıvana ilk dəfə gəlirəm. Mən çox şadam ki, məni bu işləri izləməyə dəvət ediblər. Bu barədə bir qədər danışdıq və mən qiymətləndirmələri aparacağam. Sonra isə torpağın uyğun olub-olmadığını müəyyən etməyə çalışacağıq. Mütəxəssis bildirib ki, əlavə tədbirlərin də görülməsinə ehtiyac yarana bilər. Bu zaman torpaq sıxışdırılmalı və ya digər zəruri işlər həyata keçirilməlidir. Aydın məsələdir ki, bu xəttlər biraz mailidir. Buna görə əvvəlcə torpağın bir tərəfin digər tərəfdən çox fərqlənib-fərqlənmədiyini müəyyən etmək istəyirik. Daha dayanıqlı hissədən başlayırıq, sonra digər tərəfə keçirik. Laboratoriya tədqiqatları göstərəcək ki, təhlükə varmı, dəyişikliklər varmı, ən pis halda torpaqla bağlı tədbir görülməlidir. Ümid edirik ki, bu çağırış barədə ümumi bir təsəvvür əldə edə biləcəyik. Qeyd edək ki, şirkət tərəfindən tədqiqatın nəticələrini və abidənin dayanıqlılığını təmin etmək üzrə tövsiyələri əks etdirən texniki hesabat hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunacaq. Həsən Məmmədov, Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.